7 iyul 2026-cı il İran Qum şəhəri Müqəddəs Cəmkəran məscidindəyik. Böyük İslam İnqilabının əzəmətli rəhbəri şəhid Seyid Əli Xameneyi ilə vidalaşmaq üçün yığışmışıq. Milyonlar toplaşıb bu son vida üçün. Dünyada görünməmiş bir tarix yaşanır. Bu qədər cəmiyyət, bu möhtəşəm izdiham İslam ümmətinin rəhbəri İmam Məhdi Əcəlallahu Fərəcəhü Şərifin naibi şəhid Seyid Əli Xameneyi ilə son dəfə vidalaşmaq və halallaşmaq üçün yığışıb. İran xalqı və dünyanın müxtəlif yerlərindən gələn müsəlmanlar öz rəhbərlərinə məhəbbətlərini və sədaqətlərini bir daha sübut edirlər. Bir maraqlı məqamı da qeyd edim. Adətən cənazəyə gələnlər dünyadan köçən adama halallıq verirlər. Lakin burada vəziyyət fərqlidir. Burada insanlar öz rəhbərlərindən halallıq istəyirlər. Bir ömür boyu ümməti üçün gördüyü işlər və çəkdiyi zəhmətlərin müqabilində halallıq alırlar.